Pəhləvilər İranın son 1000 ilində cəmi 54 il hakimiyyətdə olmuş, lakin ən çox mübahisə doğuran sülalələrdən biridir. Türk-Qacar sülaləsinə xəyanət yolu ilə hakimiyyətə gələn bu ailənin nə şəcərəsi, nə də legitimliyi sübut oluna bilir. Rıza Pəhləvi Mazandaranda türkdilli və zadəgan olmayan bir ailədə doğulmuş, Kazak briqadasında sıravi əskər kimi karyerasına başlamışdı. 1921-ci ildə çevrilişlə Tehran nəzarətə ələ aldı, 1925-ci ildə isə Qacarlar devirərək özünü şah elan etdi. Onun dövründə İranda fars millətçiliyi və saxta ari ideologiyası dövlət siyasətinə çevrildi. Oğlu Məhəmməd Rıza Pəhləvi bu xətti daha sərt şəkildə davam etdirdi. Cənubi Azərbaycanda milli hökumət qan içində boğuldu. Ana dilində kitablar yandırıldı, minlərlə insan öldürüldü və sürgün edildi. Legitimliyi olmayan sülalə özünə saxta şəcərə və tarix uydurdu. Nəticədə xalq 1979-cu ildə Pəhləvilər getsin, kim gəlir gəlsin deyərək onları tarixdən sildi.